Bəzən kimlərisə dinləyirik, fikirlərini eşidirik və o insanın həmin sahədə heç bir təhsilinin deyək, bilgisinin deyək, olmadığını bilirik və deyirik ki, bu adam öz işi ilə məşğul olsun və yaxud da əgər belə çox bilirsə, öz həyatını yaxşılaşdırsın, istər bu şəxsi həyat olsun, istər bu biznesi, karyerası olsun. Amma bu fikirləri başqa cürdə demək olar. Çünki biz nə qədər bilgidən məlumatlansaq da, bilgi təhsilimizlə irəli getsək də, unutmayaq ki, insanların öz təcrübələri də həyata yaşadıqlarına görə yığdıqları təcrübələr də demək olar ki, çox vaxt işə yarayır. Çünki adam o, necə deyək, o dərsdən keçib və öz həyatında artıq onun necə etməli olduğunu bilir və bunun üçün də insanlara, yəni ki, bu yöndə öz fikirlərini bildirir. Mən çox belə rastlaşıram və demək olar ki, o qədər də pis baxmıram. Çünki mənim hansısa bir sahədə bilgim olmaya bilər. Yəni, sırf o üzrə profesional bir dərs keçməyə bilərəm, bir təlim almaya bilərəm. Amma mən onu artıq o qədər edə bilərəm ki, məndə təcrübə yarana bilər və bəlkə də elə o profesionalla bir yerdə, yəni ki, edə biləcəyim bir iş ola bilər. Ən sadə bir şeylər, adi, əgər mən nəyisə bişirməyi yaxşı bacarıramsa, bunu mən özüm öyrənmişəmsə və başqası gedir bunun təhsilini alır, oxuyursa, demək ki, bizim yəni o qədər də fərqimiz bilinməyəcək. Çünki yenə deyirəm ki, mən bu təcrübədən çıxış edərək öz işimi göstərirəm, o isə öz bilgisindən. Buna görə də məncə insanları çox da mühakimə etməyə bu vəziyyətlərdə. Bir məsələ də var ki, hər hansısa bir mütəxəssis deyək, yəni öz sahəsi üzrə təhsil alıb, təlim alıb, müəyyən ətrafı var, müəyyən uğurları var, amma tam istədiyi yerdə deyil və bu kənardan da insanlar tərəfindən belə görünür ki, o əgər daha yaxşı mütəxəssisdirsə, bu işin ustasıdırsa, yəni özü hələ tam o zirvəyə çatmayıb, amma başqaları üçün nəsə edir. Bu da çox yanlış düşüncədir. Çünki əgər o insan oturub gözləsə ki, mən hələ tam yaxşı bilmirəm, mənim hələ çox uğurlarım yoxdur, mənim çox əhatəm yoxdur, mən gözlüyüm, nələrsə edim, ondan sonra bu insan özünə haqsızlıq etmiş olur, yəni özünü geri çəkir. Amma belə bir deyim var ki, deyirlər ki, çatacağın yeri düşünmə, gedəcəyin yolu düşün. Yəni o yol səni formalaşdırır, orada qarşına nələr çıxır, necə davranırsan, necə öz təcrübəni bölüşürsən. Yəni bunlar önəmlidir, bunlar səni irəli apara bilir. Əgər biz çatacağımız yeri düşünsək, orada müəyyən inanclarımız bizi geri çəkə bilər, bizi hər hansı bir qorxularımız geri çəkər ki, yox, mən hələ, yəni o yolun sonu mənə çox çətin gəlir, mən hələ çox şey bilmirəm, hələ ki gözlüyüm, yəni belə düşüncədə olur. Amma yenə deyirəm, o yolu gedə-gedə, o yoldakı çətinlikləri görə-görə, o prosesdən həzz ala-ala biz istədiyimiz nöqtəyə gedib çata bilərik. Və başqa tərəfdən də fikir verirsinizsə, adətən idmançıların uğurları olur. Onlar gedirlər, özlərini təqdim edirlər, onlar hər hansısa bir nailiyyət qazanırlar və düşünəndə ki, bunun arxasında onu məşq etdirən, yəni onunla məşğul olan bir məşqçi var, hansı ki, arxada qalır, görünmür o qədər də. Yəni əsas olaraq idmançının uğuru kimi bilinir. Amma yəni əsas yenə deyirəm, iş təbii ki, o idmançı ilə məşğul olan məşqçinin də işidir. Və yaxud da bir modelyerləri deyək, onlar ən yaxşı şəkildə geyimlər hazırlayırlar və onu modellərin üzərində yəni göstərirlər, nümayiş etdirirlər və özləri də bəzən olur ki, ən sadə bir geyimdə, sadə bir tərzdə yəni üzə çıxırlar, moda
nümayişlərində yəqin ki fikir vermişsiniz. Və bu da o deməkdir ki, o insanın öz işini, yəni o həmin o başqa insanlar üzərində göstərir. Yəni olur ki, təbii ki, bəziləri var ki, ən yaxşı geyimləri özləri üçün saxlayırlar və axırda gəlirlər, onu özlərində təqdim edirlər. Amma çox vaxtda fikir vermişik ki, yəni çox sadə bir tərzdə gəlirlər. Sadəcə öz işlərini, yəni ki, göstərirlər. Bu o demək deyil ki, o geyimlər, o modellər daha çox dəyərlidir. Burada məqsəd əsas dəyərli olan həmin o modelyerin, yəni ki, işləridir. Sonra başqa sahələr ola bilər, yenə də yəni düşünsək. Yəni bunun üçün də aktyorlar tutalım. Bəzən olur ki, daha yaxşı aktyorlar olur, onlara pərəstiş edirik. Düzdür, insanların öz bacarığına görə də onların müəyyən görünüşü, davranışı, aktyorluq qabiliyyəti də önəmlidir. Amma onları kim önə çıxarır? Onları rejissorlar, senaristlər, hansı ki o aktyorun bacarığını, yəni ki, önə çıxarmaqla onu daha çox populyar edə bilir, onu daha çox üzə çıxarır, onu daha çox fərqli imkanlar açılmasına, yəni kömək edir. Və yaxud da yenə də musiqiçilər olsun, müğənnilər olsun, onların öz bilgisi var özlərində. Amma onu bəzən olur ki, necə çıxaracağını, necə göstərəcəyini bilmirlər. Bunun içində kimlər var? Prodüserlər var. Yenə də arxa planda o insanlara kömək edir, o insanların öz bacarıqlarını, öz istedadlarını göstərmək üçün müəyyən işlərlə məşğul olurlar. Yəni bunu demək istəyirəm ki, biz bəzən olur ki, kimlərisə qınayırıq, deyirik ki, bu adam o zirvədə deyil, amma arxa planda, yəni ki, o insan öz işini görür, öz işini başqasının dəyişiminə kömək edirsə, başqasının inkişafına kömək edirsə, başqasının öz potensialını göstərməsinə kömək edirsə, yəni bunun nəyi pisdir? Bir də bir şey yadıma düşdü. Məsələn, aşpazların işi. Biz gedib hansısa bir ərzaqları alıb, gətirib bir yerə yığsaq, əgər biz onu nəyisə etməyə bacarmırıqsa, o ərzaqlar adi bir məhsul kimi yəni ortada qalacaq. Amma aşpazların işi nədir? Kulinarların işi nədir? Ondan daha yaxşı iş ortaya çıxarmaq, daha gözəl, daha dadlı, yəni yeməklər, şirniyyatlar ortaya çıxarmaqdır. Yəni belə düşünmək lazımdır. Özümüzdə olan bacarıq və onu üzə çıxara biləcək insanlar həmişə, yəni ki, bizim arxamızda olsalar da, o insanların da dəyişimi həmin o mütəxəssislərdən də asılı olur. Və bu da o deməkdir ki, kimlərinsə kiçik də olsa nailiyyətini görməzdən gəlməmək lazımdır. Yəni hər kəs öz bacarığı daxilində, öz imkanları daxilində insanlarla işləyirlər, onları daha yaxşı yerə çatdırmağa kömək edirlər. Yəni hər kəs öz işi ilə daha yaxşı nəticə verməyə fokuslanıbdır. Bu da onların təbii ki, uğurlarının artmasına səbəb olur.